Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Mən Aytəc Yusifova yeni videomla qarşınızdayım. Bildiyiniz kimi kanalımızda ödənişsiz olaraq sizlərə faydalı olması üçün Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, kurikulum fənlərində videolar paylaşırıq. Bu videolar həm izah videoları, həm sınaq, həm test izahı bunlardan ibarət olur. Bugünkü videomda sizin üçün növbəti faydalı ola biləcək videodur. Burada sizinlə sintaktik təhlil mövzusuna danışacağıq. Mən sizə deməyəcəm təyin nədir, tamamlıq nədir, zərflik nədir. Artıq bunları bilirsiniz. Sizə əsas bir neçə cümlə burada qeyd edəcəm. Həmin cümlələrin sintaktik təhlilini və o sintaktik təhlillərə əsasən biz cümlə üzvlərini təyin etməyi necə bacarmalıyıq, bunların hər birisini sizə öyrədəcəm. Vaxt itirmədən başlayaq videomuza. Birinci cümləmiz nə olacaq? Günəşin şəfəqləri qızıl kimi parıldayırdı. Nə idi parıldayırdı? Necə qızıl kimi, nə günəşin şəfəqləri. Deyəcəksiniz ki, burada nə var ki? Növbəti bir cümlə daha yazıram. Burada yazacağım. Qızıl kimi qiymətlidir. Bir də yazacağım bura. Qızıl kimi əşyadır. Qiymətlidir necə? Qızıl kimi. Deyəcəksiniz ki, yəqin burada təyin olacaq. Xeyr. Zərfliyimiz olur. Əşyadır necə? Qızıl kimi. Burada artıq təyin olur. Gəlin bu üçünü qarşılaşdıraq. Nəyə görə təyin və nəyə görə zərfli olur? Yadınızda saxlayın. Təyin əgər xəbərə aid olursa, bu mütləq və mütləq xəbərin ifadə vasitəsinin isim olduğunu bildirməlidir. Yəni, xəbərin ifadə olunduğu söz isimdirsə, onun qarşısındakı təyin edici təyin ola bilər. Digər bütün hallarda zərfli olacaq. Burada feildir. Feil olanda mütləq artıq əminliklə deyirik ki, zərflikdir. Bu rahatdır, bunu tapa bilərsiniz. Çətin olan aşağıdakı 2 dənə cümləmizdir ki, qızıl kimi qiymətlidir. Qiymətlidir sifətdir. Sifətə aid olduğu üçün nə olacaq? Zərfliyimiz olacaq. Aşağıda əşya sözü isə isimdir. Ona aid olan təyin edici isə təyinimiz olmuş olur. Bu belə. Deməli, nəymiş? Silərkən yenidən təkrar edeyim. Bizim təyinimiz xəbərə aid olursa, mütləq xəbər isimli ifadə olunmalıdır. Sintaktik təhlildə əsas məsələlərdən biri budur. İkinci məsələ. Yazıram. Burada dayanmaq olmaz. Bunu necə təhlil edərsiniz? Biz bilirik ki, olmaq, etmək hansı hallarda müstəqil xəbərimiz olur, müstəqil feilimiz olur. Əgər var, mümkündür, iştirak edir mənasındadırsa olmaq, bu zaman bizim müstəqil feilimiz sayılır, eyni zamanda tək xəbər eləyə bilirik. Olmamaqdırsa və yaxud olmaz, yəni inkardadırsa, yenə də baxırıq. Deyirdi ki, mümkün deyil mənasındadırsa, ola bilər tək olsun. Burada dayanmaq olmaz. Necə olur? Mümkün deyil mənasındadır. Bu zaman olmağı tək götürək deyə bilərik. Ancaq qaydanı yadınızda saxlayın. Maqimək plus olmaz, birlikdə təhlil olunur. Dayanmaq olmaz, birlikdə xəbərimizdir. Harada? Burada. Maqimək plus olmaz. Maq plus olmaq, birlikdə sintaktik təhlil olunur. Birlikdə xəbərimiz olur, unutmuruq. Növbəti. Mənim sevimli şagirdim gəldi.
Bəzən olur da bir sintaktik təhlil edərkən biraz rahat olsun deyə biraz oradan, biraz buradan tez təhlil edib gedirik. Deyirik, hə, sevimli təyinimizdir. Nəyi qarışdırmırıq? Üçüncü növ təyini söz birləşməsi, ümumiyyətlə söz birləşməsinin ortasında gələn sözlər elə birləşmənin tərkibində gedir. Mənim sevimli şagirdim. Üçü birlikdə bizim mübtədamızdır. Bundan əlavə, məsələn, desə ki, sifət mübtəda rolundadır. Səhvdir. Əgər bir nitq hissəsi hər hansı bir cümlə üzvünün rolundadırsa, deməli, müstəqil şəkildə özü həmin cümlə üzvüdür. Burada sevimli söz müstəqil şəkildə heç bir cümlə üzvü deyil. Deməli, biz buna deyə bilmərik ki, sifət mübtəda rolundadır. Deyirik ki, mübtədamız üçüncü növ təyini söz birləşməsindən ifadə olunub. Sadəcə olaraq belə deyə bilərik. Buna da diqqət edirik. Daha sonra düşürük aşağı. Bayaq sildim. Nə yazırıq? Biz təsriflənməyən feilin sərhədini müəyyən etməliyik. Məsələn, yazaq bura. Əli ilə deyək ki, Namiq gələnləri dəvət etdi. Cümləmizdə təsriflənməyən feil görürüksə, birinci xəbərimizi seçək. Dəvət etdi. Ümumiyyətlə, sintaktik təhlil edərkən birinci xəbərimizi seçirik, daha sonra mübtədanı. Dəvət etdi kim? Əli. Gəlin burada dəvət etdilər yazaq. Daha uyğun olsun. Namiq. Kimi? Gələnləri. Xəbərimizi seçirik, mübtədamızı da seçirik. Burada an-ən var, feili sifətdir. Biz bilirik ki, feilin təsriflənməyən formaları yalnız özündən əvvəlki sözləri özünə qoşa bilir. Bir halda özündən sonra da hansısa bir təsriflənməyən forma gəlibsə, o halda birlikdə təhlil oluna bilər. İndi onu da nümunə yazacağam. Gələnləri. Namiq gələnləri sözünə aid deyil. Əli də aid deyil. Deməli, burada təsriflənməyən forma tərkib əmələ gətirməyib. Sadəcə özü olduğu kimi qalıb. Cümlə əgər belə olsaydı, Əli və Namiq gələnləri dəvət edəndə onları gördüm. Yine birinci xəbərimizi seçirik. Gördüm. Kim? Mən. Mən varmı cümlədə? Yox. Deməli, gördümün mübtədası mən olmalıydı. Əli ilə Namiq mübtədamız deyil. Burada bir an-ən var. Bir də anda-əndə var. Baxaq. Gördüm. Nə zaman? Əli ilə Namiq gələnləri dəvət edəndə. Bir-bir baxıram. Gələnləri dəvət etməyə aiddir. Namiq dəvət edəndə, Əli dəvət edəndə, hamısı dəvət etməyə aiddir. Deməli, burada hamısı birlikdə zərfliyin tərkibi olacaq. Kimi? Onları. Burada artıq biz feil sifət tərkibi var deyə bilmərik. Feili bağlama tərkibi var. Gələnləri sözü heç bir sözü özünə aid etməyib. Hər birisi dəvət edəndə sözünə aiddir. Deməli, cümləmizin zərfliyi feili bağlama tərkibi ilə ifadə olunub. Sadəcə feili bağlama tərkibinin içərisində feil sifətdən istifadə olunub. Buna da mütləq diqqət edirsiniz. Bundan başqa, əgər cümlələrdən birində yazsa ki, zərfli feili bağlama ilə ifadə olunub. Bu səhvdir. Niyə? Çünki feili bağlama ilə yox, feili bağlamanın tərkibi ilə ifadə olunub. Və yaxud da cümləni verir, hər şey doğrudur. Tərkib sözünü istifadə etmir orada. Deyir, tutaq ki, feili sifət filan roldadır. Feili sifət onu edib, bunu edib. Məsdər bunu edib. Tutaq ki, səhvdir. Əgər tərkibdirsə, tərkib sözü yazılmalıdır. Tərkib deyilsə, artıq aydın şəkildə, məsələn, feili sifətdir, feili bağlamadır yaza bilərik. Amma tərkibdirsə, mütləq tərkib sözündən istifadə edilməlidir. Növbəti cümləmizi yazaq. Tutaq ki, deyir ki, onun dayandığı yer birdən-birə tutaq ki, işıqlandı.
İşıqlandı. Hara? Yer. Hansı yer? Onun dayandığı. Bu tipli cümlələr çox rastımıza çıxır. Yerdir, vaxtdır, zamanda bunlar daha çox olur. Nə edirik? Bəzi cümlələrdə birlikdə, bəzi cümlələrdə isə ayrı təhlil edirik. İndi söhbət yer sözündən getdiyinə görə elə yer sözünə aid nümunə verim sizə. Əgər yer sözü ümumiləşmiş bir məna ifadə edirsə, parçalamırıq. Konkret bir mənanı ifadə verirsə, bu zaman parçalayırıq. Hansı yer? Onun dayandığı yer. Konkret olaraq bir yer var, düzdürmü? Onun dayandığı bir yer. Deməli, burada parçalayırıq. Amma desəydim ki, bu nümunəni başqa yerdə oxumuşam. Başqa yerdə. İndi başqa sözü əgər təyin etsək, başqanı çıxarsaq oradan, bu nümunəni yerdə oxumuşam deyə bilərəm? Yox, deyə bilmərəm. Qarşısında təyin olunanı çıxdığım zaman cümlədə məna etmirsə, deməli, yer sözü ayrı təhlil olunur. Yox, çıxaranda artıq məna itirsə, deməli, birlikdə təhlil etməliyəm. Başqa yerdə axtararsam, olmur. Deməli, başqa yer birlikdə təhlil olunmalıydı. Amma burada yer birdən-birə işıqlandı. Ola bilər. Deməli, ayrı təhlil olunur. Mütləq və mütləq buna diqqət eləyin. İndi yazıram. Mənim ondan xoşum gəlir. Bilirik ki, xoşu gəlmək frazeolojidir. Biz bunu ayıra bilmərik. Birlikdə təhlil etdik. Bəs yaxşı, bu mənim və ondan necə olacaq? Bəzən deyirlər, ondan tamamlıq, mənimə gələndə ilişib qalırlar. Nə edirik? Baxın. Mənim xoşum. Üçüncü növ formasındadır. Üçüncü növ təyin söz birləşməsi deyək. Bir tərəfdə yəli, bir tərəfdə də isə mənsubiyyət var. Bunları biz necə ayıraq? Deməli, mənim də xoşum sözünə aiddir. Hamısı birlikdə bizim mürəkkəb cümlə üzvümüz olmuş olacaq və birlikdə xəbər olacaq. Əgər hər hansı bir cümlə üzvümüz yalnız və yalnız frazeoloji birləşmə ilə ifadə olunubsa, bu bizim olacaq sadə cümlə üzvümüz. Yəni, olsaydı ki, mənim olmayıb. Olsaydı ondan xoşum gəlir, belə eləyim bir saniyə, mənim yoxdur. Ondan xoşum gəlir olsaydı, deyərdik ki, hə, sadəcə öz olsun. Amma burada mənim var deyə sadə cümlə üzv eləyərdik. Mənim var deyə mütləqdir ki, onları bir-birinə əlavə eləyək. Əlavə olaraq frazeoloji birləşmənin tərkibinə birlikdə cümlə üzvü olaraq hər hansı bir həqiqi mənası olan söz gəlirsə, bu cümlə üzvü artıq sadədən mürəkkəbə keçmiş olur. Yəni, burada artıq mürəkkəb cümlə üzvü olmuş olur. Ümid edirəm cümlələrimiz və cümlələrin əsasında dediyimiz qaydalar sizə çox faydalı olmuşdur. Videonun altından əlavə suallarınız olarsa yazmağı unutmayın. Kanalımıza əgər abunə olmamışsınızsa abunə olmağı, videomuzu bəyənməyi də unutmayın. Bundan əlavə olaraq hal-hazırda onlayn şəkildə yeni qruplarımız fərdi və qrup şəklində dərslərimiz tədrisə davam edir və yeni qruplarımız da açılır. Dərslərlə bağlı məlumat almaq üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sırf öz fənnimdən deyirəm, Azərbaycan dili ədəbiyyat dərslərimiz yalnız onlayn şəkildə həyata keçirilir. Amma onlaynda iki cür olur. Bütün dərslər hər birisi canlı şəkildə tədris olunur və hibrid formada həm canlı şəkildə, həm də video izahlarla təşkil olunur. Bu tamamilə sizin istəyinizdən asılı olaraq qruplara əlavə olunursunuz və istəyinizdən asılı olaraq həyata keçirilir. Əlavə suallarınız olduğu təqdirdə, video ilə dərsimizlə bağlı əlavə suallarınız olduğu təqdirdə aşağıdan rəy bölmələrindən yazırsınız. Dərslərlə bağlı suallarınız olduğu təqdirdə isə bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, növbəti dərslərimizdə görüşərik.